danışmaq istəyirik, müzakirə etmək istəyirik. Hazırda bizlə bağlantıda olan siyasi şərhçi Rəşad Bayramovla. Rəşad bəy, xoş gördük sizi. Hoş gördük Nurhan. Rəşad bəy, Vardan Qukasyandan çox danışdıq. Əlbəttə ki, onunla bağlı məlumatları da təqdim etdik. Paralelində əlbəttə ki, din xadimlərinin həbsləri də davam edir. Amma 2 gün öncə belə bir iddia vardı ki, Ermənistan kütləvi informasiya vasitələrində məhz 2-ci Qaregin ilə bağlı məsələni Nikol Paşinyan daha sakit, səssiz həyata keçirəcək. Amma indi ümumiyyətlə baxdığımızda mənzərə bu həbslər həm kilsə nümayəndələri olsun, həm merin həbsi o qədər də səssiz, sakit getmir. Nikol Paşinyan hazırki məqamda öz planına uyğun hərəkət edirmi, yoxsa bu proseslər ona mənfi təsir göstərəcəkmi ki, göstərərsə Paşinyan harda dayanmağı planlaşdırır? Əslində Ermənistanda qeyri-adi bir şey baş vermir. Yəni indi baş verənlərin hamısı gözlənilən və proqnozlaşdırılan idi. Və mən də dəfələrlə elə sizin efir vasitəsilə də bildirmişdim ki, seçki dövrü yaxınlaşdıqca Paşinyan istəyir kilsə ilə bağlı olsun, istəyir siyasi müxalifətlə bağlı olsun. Yəni öz rəqiblərinə qarşı çox sərt addımlar atacaq və indi də onu atmaqda davam edir. Yəni bir müddət öncə müvafiq olaraq o din xadimlərinin, keşişlərin həbsindən sonra söhbət Baqratdan və Gümrünün arxiyepiskopundan gedir. Onların həbsindən sonra bir nəbz yoxlaması aparıldı ictimaiyyətdə və nəticə etibarilə göründü ki, ictimai rəy o dərəcədə də kəskin yanaşmadı bu prosesdə. Və ardınca 2-ci Qareginlə bağlı Paşinyanın davamlı şəkildə verdiyi bəyanatlar, onu əvvəl korrupsiyada ittiham etməsi, daha sonra mənəvi məsələləri ortaya qoyaraq subaylıq andı məsələsini gündəmə gətirməsi nəticə etibarilə zaman-zaman Paşinyanın kilsə üzərindəki mövqelərini möhkəmləndirməyə imkan verdi. Və Paşinyan da təbii olaraq bundan istifadə edərək daha da irəli getmək və kilsə ilə yox, belə deyək, kilsə rəhbərliyi ilə olan münasibətlərin bir dəfəlik normallaşdırılması, yəni onların müvafiq olaraq öz postlarından bu və ya digər şəkildə, yəni xoşluqla olacaqsa xoşluqla, olmayacaqsa bu və ya digər səbəblərlə kənarlaşdırılması və nəticə etibarilə qarşıdakı seçkilərə hər hansı bir kənar müdaxiləyə imkan verməyəcək səviyyədə getməyə planlaşdırır. Məlumdur ki, həm kilsə, həm bugün həbsə həyata keçirilən və son bələdiyyə seçkilərində kifayət qədər uğur qazanmış Gümrü bələdiyyəsinin rəhbəri, Gümrü meri, bunlar hamısı Rusiya bağlı olan şəxslərdir. Yəni başqa sözlə bir ortada olan aktiv, Paşinyana qarşı açıq mövqe nümayiş etdirən keçmiş hakimiyyət təmsilçiləri var, hansılar ki, Rusiyanın 5-ci kanunu qismində çıxış edirlər. Bir də bu şəkildə kilsə və yeni simalar. Əslində, bugün həbs edilən şəxs yeni sima olmasa da, amma adı Köçəryan kimi, Sarkisyan kimi və digərləri kimi bu və digər şəkildə keçmişdə hallanmayan şəxsdir və onun son, belə deyək, seçkilərdəki uğuru da əslində təkcə Gümrüdə Rusiya hərbi bazasının yerləşməsindən irəli gələn uğur deyildi. Düzdür, onun da müəyyən təsirləri oldu. Rusiya bağlı olan, belə bir deyək, region olaraq həmin şəxsi seçdilər. Amma bu və digər şəkildə yeni, xüsusən də Paşinyana hədəf alan bəyanatları ilə, Paşinyana qarşı sərt mövqeyi ilə, 2-ci Qarabağ Savaşından sonra Paşinyanın tutduğu mövqeni, atdığı addımları sərt şəkildə tənqid edən faktiki olaraq yeni bir sima olaraq ortaya çıxmışdı və onun da bugün həbsi onu deməyə əsas verir ki, Paşinyan bu və ya digər şəkildə seçkiyə müdaxilə edə biləcək və yaxud da Rusiyanın bu seçkilərdə oynada biləcəyi hər hansı bir qüvvəni seçkiyə qədər neytrallaşdırmaq yolunu seçib və bu addımı da atacaq. Bilirsiniz məsələ nədir? Məsələ ondadır ki, mən hər dəfə demişəm və yəni təkrar edirəm. Bu günləri Paşinyan... Bundan öncə biz bilirik ki, bu müxalifətdə olan eks-prezidentlər olsun, ümumiyyətlə müxalifətdəkilərin bir neçə dəfə məhz Moskvaya müraciətləri olmuşdu ki, seçki ilə bağlı onların layihəsi maliyyələşdirilsin və Moskva hər birindən imtina etmişdi. Və indi də həbsləri görürük. Siz necə dəyərləndirirsiniz? Həqiqətən də Rusiyanın ciddi təsir etmə kimi fikri var idi mı? İndi bu həbslərlə siz deyirsiniz ki, o xarici müdaxilənin qarşısını almağa çalışır Nikol Paşinyan. O zaman hazırda heç bir təsir gücü qalmadı mı Rusiyanın növbəti seçkilərə?
Baxın, birincisi Rusiyanın özünün Ermənistan daxilindəki qüvvələri maliyyələşdirməkdən imtina etməsi ilə bağlı deyilənlər həqiqət deyil. Biz son Köçəryanın Moskva səfərindən sonra nə dərəcədə aktivləşdiyini, nə dərəcədə onun vasitəsilə Qarabağdan köçüb getmiş ermənilərin təşkilatlanmasının, onlara maliyyə dəstəyi verilməsinin, onların bu və ya digər problemlərinin həllində dəstək olunmasının şahidi olmuşuq. Və bu seçki dövründə bu maliyyə dəstəyinin artacağına, həmin qrupların daha da təşkilatlanacağına və s. də şübhə yoxdur. Söhbət ondan gedir ki, bu günləri Rusiya aktiv şəkildə həmin qüvvələri sonunacan meydanda istifadə etmək niyyətindədir. Və yenə deyirəm, söhbət Paşinyanın devrilməsindən və yaxud da Paşinyan hakimiyyətinin başqa bir hakimiyyətlə əvəzlənməsindən getmir. Rusiya kifayət qədər yaxşı bilir ki, bugün onun əlində olan kartlarla, yəni o simalarla Paşinyanı əvəz etmək mümkün olmayacaq. Amma Paşinyanı davamlı şəkildə təzyiq altında saxlamaq üçün ən azından Ukrayna böhranının sonuna qədər Ermənistanın Avrasiya İqtisadi İttifaqında qalmasını təmin etmək üçün, kollektiv təhlükəsizlik müqaviləsi təşkilatından çıxmaması üçün davamlı şəkildə Paşinyanın təzyiq altında saxlanılmasına ehtiyac var və bu təzyiqi də Rusiya eləyir və bundan sonra da eləyəcək. Əlində rıçaqlar varmı? Var. Həm daxildə siyasi qüvvələrə təsir imkanları var Rusiyanın hələ də, həm diqqətdən qaçırmaq olmaz ki, Ermənistan ərazisində Rusiyanın hərbi bazası mövcuddur və üçüncü ən vacibi hansını ki, mütləq şəkildə Rusiya bu və ya digər şəkildə istifadə edəcək, o da iqtisadi təzyiq rıçaqlarıdır. Və seçki öncəsi istənilən iqtisadi təzyiq Ermənistan daxilində bir iqtisadi problemlər ortaya çıxaracaqsa, kütlənin avtomatik olaraq Paşinyan əleyhinə meyllənməsinə səbəb ola bilər ki, bundan da yenə deyirəm, Rusiya maksimum istifadə edəcək. Amma məsələ bilirsiniz nədir? Məsələ ondadır ki, bugün Paşinyan bu qüvvələrin hər birini çox rahat şəkildə ona görə zərərsizləşdirə bilir ki, nəticəsini gözləmədən həbslər, haqlarında həbs qəti imkan tədbiri və digər bəyanatlar ona görə rahat şəkildə verilir ki, Paşinyanı buna görə qınaya biləcək hər hansı bir qüvvə yoxdur. Söhbət Ermənistan daxilində qüvvədən getmir, kənar beynəlxalq güclərdən gedir. Bu günləri hətta aksiyaları belə deyək, zor gücünə dağıtsa belə, hər hansı bir beynəlxalq təşkilat tərəfindən Paşinyana insan hüquqlarının tapdanması və yaxud da digər məsələlərlə bağlı hər hansı bir belə deyək, etiraz göstərilməyəcək. Adi son misalı deyək də, ADƏT-in fəaliyyətdə olan sədri, Finlandiya Xarici İşlər Naziri, Gürcüstandan qabaq Ermənistana da getmişdi və hakimiyyət nümayəndələri ilə görüşdü və geri qayıtdı. Gürcüstana edəndə isə getdi, müxalifətin aksiyasında iştirak elədi. Yəni Ermənistanda da həmin dövrdə aksiyalar keçirilirdi. Əgər söhbət dinc aksiyalara dəstək edirsə, söhbət insan hüquqları, azadlıqları məsələsi idisə, həmin belə deyək, xanım Ermənistanda da çox rahat şəkildə həmin aksiyalardan birində iştirak edə bilərdi. Digər tərəfdə mən istəyirəm ki, vaxtımız da çox deyil, bu məsələyə də toxunaq. Din xadimlərinə qarşı həbslər də davam edirsə paralelində. Biz gördük bugün məhz Paşinyanın bir Roma səfəri də var. Vatikanda olub, 14-cü Leo ilə də görüşüb. Bu görüş əsnasında əlbəttə ki, Qareginə onun əvəz eləyə biləcək bir adam varmı? Bu mu razılaşdırılır? Kimi də suallar meydana çıxır. Çünki indiyə qədər ki, iddialarda deyilirdi ki, Ermənistan kütləvi informasiya vasitələrində olsun, digər ekspertlərin iddialarında artıq uzun müddət ki, Paşinyan bir komanda ilə işləyir Qaregini uzaqlaşdırmaq üçün. Necə dəyərləndirirsiniz siz bu ehtimalı? Mən düşünmürəm ki, Ermənistanda belə deyək, kilsə rəhbərinin dəyişdirilməsini Paşinyan gelib orada müzakirə predmetinə çevirəcək və kiminsə razılığını və s. almaq istiqamətində hansısa danışıqlar aparacaq. Yox, sadəcə olaraq bu günləri kilsə rəhbərlərinə qarşı Paşinyanın həyata keçirdiyi tədbirlər, aksiyalar Paşinyanın ümumiyyətlə kilsəyə mənfi münasibəti, mənfi obrazı olaraq müxalifət tərəfindən, Paşinyan rəqibləri tərəfindən ictimai rəyə təqdim olunduğu üçün Paşinyan belə bir səfər etməyi və əslində dinlə bağlı, kilsə ilə bağlı probleminin olmadığını, sadəcə kilsənin mövcud rəhbərliyi ilə bağlı problemlərinin olduğunu mesajını verməyə cəhd edir. Yoxsa ki, bu səfərdə oturub Ermənistanda ikinci Qareginin kimlənsə əvəzlənməsi məsələsinin müzakirə olunacağı inandırıcı deyil.
Rəşad bəy, amma əgər əvəz olunarsa da, əlbəttə ki, Paşinyan istəyir ki, mənzərə dəyişsin. Bu dəfə kilsə bundan öncəki kimi addımlar atmasın və Paşinyana da bir maneə yaratmasın. Hüquqi baxımdan bunu etmək üçün konstitusiyada dəyişiklik edilməlidir. Bəs konstitusiyadakı dəyişikliyə qədər Paşinyan nəyi düşünür, nəyi planlaşdırır? Əslində mən deməzdim ki, kilsənin siyasi proseslərdən kənarlaşdırılması, dinin siyasətə qatılmaması ilə bağlı mövqenin mütləq konstitusiyada öz əksini tapması lazımdır. Ermənistan konstitusiyasında Qareginin siyasi proseslərə, belə deyək, iştirakı və yaxud da hansısa məsələdə mövqe ortaya qoya biləcəyi kimi bir müddəalar yoxdur. Yəni, burada söhbət konstitusiya dəyişikliğində kilsə ilə bağlı konstitusiyada nəyisə dəyişməyə böyük ehtiyac yoxdur. Sadəcə olaraq bu günləri təbii ki, Paşinyan ilk növbədə özünə yaxın şəxslərin kilsənin rəhbərliyinə yatırılmasını istəyir. Amma bu baş verməyəcəksə də belə o şəxsin gəlişi təmin olunmalıdır ki, o bundan sonraki mərhələdə sırf kilsənin fəaliyyəti ilə, onun bitərəf mövqedə dayanması ilə, siyasi proseslərə qoşulmaması istiqamətində fəaliyyət göstərsin. Bunu təmin eləyə bilsə Paşinyan, bu onun üçün kifayət eləyəcək və yetərli hesab olunur. Aydındır. Çox sağ olun Rəşad bəy. Təşəkkür edirik. Önəmli dəyərləndirmələriniz üçün minnətdarım.